Tutduğumuz balıqlar dostlar, qəşəng bu səksöldə qara tavada qızardırıq. Adi günlərin biridir, maraqlı vloqlar davam edir. Novruz vloqudur, əmioğlu Rafael və MBK Motorsun mənə təqdim etdiyi Dipal S09. Həqiqətən, yəni o yan bəyan demirəm, yəni əla maşındır. Mənim üçün çox rahatdır, genişdir. Mən dedim, mənim maşın lazımdır, dəyişmək istəyirəm. Dedi, bir dəm yoxla, xoşun gəlsə alarsan. İndi görək də, burada da bizim sarı Mercedes var, ona yerləşəmirik də. Cəsur o dünyaya gəlib, gör nə qədər əşyamız var. Komple əvazımatların canını da götürmüşəm ki, bayramın sərsi günü adətən biz balığa gedirik. Və mindik Dipala və gedirik. Bu generator modeldir də. 200 km tokla gedir, sonra da tok verir də, yəni generator tok verir maşının bateriyasına. Yol üstü Abşeron ticarət mərkəzinə dəyirəm, çünki MBK Motorsun Abşeronda böyük bir stok yeri var, yəni ofisi var və Azərbaycanda ən çox maşın bunlardadır. 2000-3000 maşınları var və Çindən maşın sifariş verib niyə gözləyək ki? Bu Çini gətiriblər bura. Nə BYD, MYD, Çangan, Mangan, nə istəyirsən, yəni ağlınızdan keçən nə Çin avtomobili varsa, hamısı ən ucuz, bazardan da ucuz qiymətə bunlardadır. Yəni mən deyirəm, gəlin bir dənə Abşeronu və Babəkdəki filiallarına gedin, görəcəksiniz. Bura niyə gəlmişəm? Şarj cihazı götürməyə ki, Neftçalada zaretkiyə qoymağa. Çünki məndə rayondakı şarj cihazı quraşdırılmışdı, o isə Avropa standartıdır. Davam edirik, yolda yanacaq vururuq və biz gedib çatırıq artıq Səlyana. Yolda inansız tıxac var idi. Hər tərəf maşında, hamı bayrama gedir də. Novruz da bizim gözəl bayramımızdır. Ramazan bayramımız da mübarək olsun və bayram günü neymətdən ət almaq lazımdır. Maşını bir tərəfdən doldururuq. Maşallah götürür. Ailə üçün yaxşıdır, geniş maşın lazımdır biraz mənə. Görüm də indi biraz imkan olsun almağı düşünürəm. Hələ ki 15 gün bu maşın məndədir və gəldik dostlar həyətimizə. Bura mənim həyətimdir, Fərdin evidir və bura yox, kirayə üstündür ha. Rəsulla necə dəydi ha? Bura öz yaşadığım evdir. Atam görüşür Rəsulla və Rəsul görüşür Rəsulla. Anamla Cəsurun da ilk gəldiyi də, Cəsur ilk dəfə Neftçalıya gəlib. Bundan sonra hələ çox gələcək, yazı, yayı inşallah burada keçirik. Yay burada olduqda super olur Neftçala. Həyətimiz də sərindir. Anam deyir ki, hündüşkalar bala çıxadıb gedək baxaq. Qonşularla İradə xalanla bayramlaşırıq. Hündüşka bala çıxadıb və bizim burada motosikletimiz var. Çin maşını, Çin motosikleti hamısı yerində. Atamla silirik, təmizləyirik və motosikletə Rəsulu mindirirəm, aparıram o bir həyətə. Orada saxlayacağam. Birazdan bir dənə tur eləyəcəm. Da gəlirəm arada bir sürürəm. Bunu indi balığa da getməyə düşünürəm. Və Rəsul deyir, əladır, superdir və gelirik evə və anam deyir ki, Rəsulla Cəsur üçün yumurta boyamışam, şəkər bura yeyirəm, bu elə bir şirniyyatdır ki, yeyən kimi adama bir də enerji gəlir. Xotlayıram motosikleti, ədalət edim ki, çıxa bir də Neftçala tur eləyək, qəşəng bu Alman döyüşçələrinə oxuyuruq. Sonra Rəsulu, Cəsuru daha doğrusu həyətdə gəzdirirəm, hava alır, gözəldir, havamız da, əhvalımız da, gecə olur, yavaş-yavaş hava qaralır, bayram axşamıdır və Novruz bayramını qeyd eləyəcəyik, həm də ki Ramazan bayramını, hamının bayramı bir daha mübarək olsun. Hündüşka kebabı, ət kebabı, yüngülbarə hazırlayırıq və gəlirik oturuq süfrə arxasında. Əvvəl bayramlar daha maraqlı idi. Bilmirəm, bəlkə biz uşaq idiqmi ona görə. Elə bil, indi hər şey daha əl çatandı. Ürəyin istəyən vaxt şəkər bura pişirə bilirsən, dükanda satılır. O vaxtda 90'larda elə deyildi axı. Biz hər şeyi həyəcanla gözləyirdik ki, bayramda şirniyyat yeyəcəyik. Mənə elə gəlir, məncə vəziyyət ondan ibarətdir. Bayramın səhərsi günü biz Neftçala uşaqlarında bir dənə adət var, balığa gedirik, qırmağa gedirik. İradə xaladan buradan təndir çörəyi alırıq və yola davam edirik. Mən Dipalı dedim ki, biraz yolsuzluqda balığa gedək. Dipalla balığa gedən olub indiyə qədər, tutaq ki, belə maşına yox. Biz bu balığa da sürürük. Görək orada özünü necə göstərəcək. Və gedirik Şaqaya, Neftçalan adından bəlumdur. Neftli, neft var, nə bilim, yod var. Nə yoxdur Neftçalada? Balıq var. Bir dənə dağ yoxdur. O da söz vermişəm, qəbərdən gətirəcək. Və gəldik Şaqaya, Neftçalan da hamısı burada. Hamı balıqdadır, hamı qırmaq atır. Bu maşını da gördünüz, necə bax, belə qalxmağa düşmə, dördü də çəkir də. Əladır, tam ötürücüdür və davam edir. Gedirəm uşaqların yanına ki, burada biz elə bir kamp quraq. Birinci pomidor yumurta pişirəcəyik, adəti üzrə. İndi balıq nisiyə söhbətdir də. Görürsünüz, kamp əşyalarım hamısı buradadır. Nivada gedib artıq Gürcüstana satıb. İnşallah 2 aydan, 2 ay yarımdan sonra da Niva harda olacaq, Amerikada olacaq və bizim Asiya turumuz olacaq. Aprelin sonuna yaxın. O da görəcəksiniz. Və başlayıram pomidor uşaqlara göstərəm ki, mən pomidor yumurta ustasıyam da. Xüsusən onun möhtəşəm hazırlamağı mənli idi. Və uşaqların yanına gəlirik. Turangilin olan yanında oturacağıq və onlar orada bir dənə səksöllə, bu yulğunla çay dəmləyiblər. Bəh. Mən də pomidoru bu formada biraz pişirirəm. Super bir dənə pomidor yumurta hazırlayıram. Dayın da heyvanları vardı. Buradan keçirdim. Gəl dayı çay iç. Bir stəkan o da çay içir. Və biz nə edirik?
biz özümüz üçün balıq tapmalıyıq. Necə tapmalıyıq? Balıq tuturlar. Balaca boblalardır. İndi bu 10 dərcəxanın harasına çatacaq? Bu tərəfdə də hər yerdə tuturlar da balıq bilmir. Mənə özün yaxşı satsın yoxsa ona. Kimə çatsın bu balıq? Mən də dedim pomidor yumurtamız bişdi. Bu anda gördüm ki burada balıqçılar var. Necə sevindim. Dedim balığınız var. Dedi var da nə var? Nədir bunlar? Ne söz olmuş sen boğulasın. Yani Resul'un oğlu. Yaxın gəldən hələ o Rəsulun oğlu ya. Biz de boğulayı tanımırız. Bəs Fərid 4 dənə böyüdür o görə. Tərəziz yoktu. Belə bobla var ha, nadir tapılır dostlar. Bunun hamısını alırıq, 50 manata razılaşırıq. Sağ olsun dayılar bizimlə razılaşırlar və biz pomidor yumurtamızı yeyirik əvvəl. Sonra isə indi başlayacağıq. Pomidor yumurtadan sonra biz nə yeməyə, balıq yeməyə, Rasifə yemək satdıra bilmirik dostlar. Bu Rasif gördüyünüz oğlandır. Tavanı götürür, aparır, boş qaytarır. Yəni bunu yeməyə belədir, tələbə vaxtından belədir. Balığı təmizləyirik qəşəng formada. Bu nə qədər? Burada elə bir 5-6 kilo balıq var, daha çox. Balıqlar da bir süründədir. Belə bobla siz bilmem nadir hallarda görərsiniz. Təmizləyirik, yuyuruq, qara tavamızı təmizləyirik, qoyuruq ora. Binamgildə maşında dincəllər, özləri masaj elətdirirlər və yulğunda, səksöldə pişiririk. Bunu biraz kərə yağı və biraz da qarğıdalı yağı qatırıq. Binamın bura tüstünün içində yatır, biraz günəşlənir. Bədənimiz, başımız ancaq tüstü oldu və nə deyilir, günəş bizi yandırdı. Balıq bura pıqqa-pıqla burada qızarır. Super bir istirahət oldu. Yəni bu istirahəti heç bir bahalı istirahətə dəyişmərəm və kartof qızardanda əlim yanır, inanırsınız nətər yanır. Kartof da yanında eləyəcək. Olur da arada əl də yanar, o da yanar. Balıq gəlir, Rasif yenə başlayır yeməyə. Rasifin əlindən balıqdan yeyə bilmirik balığı rahatlıqla, amma çox dadlıdır. Bir dənə balıq gəlir, 5 nəfərə parçalıyırıq, bir dənə sümükləri qalır. Kartofumuz da burada qəşəng qızarır. Üstünə soğan vuranda da xoşlayıram. Kartofdan da yeyirik, balıqdan da yeyirik. Həqiqətən çox möhtəşəm bir bayram səhəri keçirdik. Vlogumuz burada bitir. Hamının bayramı bir daha mübarək olsun. Dipal'la da qaydırıq evimizə. Sağ olun.